2003-cü il dekabrın 12-si hər bir Azərbaycan vətəndaşı, xaricdə yaşayan soydaşlarımız və ümumilikdə siyasi arena üçün ağır itki günü kimi qara hərflərlə tarixin yaddaşına yazıldı. Müasir Azərbaycan dövlətçiliyinin banisi, nəhəng siyasi korifey, dünya siyasətçilərinin ehtiram və sayğı ilə qarşıladıqları təcrübəli diplomat, dövlət xadimi, böyük vətəndaş, yurdunu ilahi eşqlə sevən Azərbaycanlı ümumilli lider Heydər Əliyev o gün cismən aramızdan getdi. Fəqət o ulu öndər bizə günü-gündən inkişaf edən Qafqazın lider dövlətinə çevrilən, dünya birliyində özünə layiqli yer tutan qüdrətli Azərbaycanı ən əziz, ən ülvi bir əmanət qoyub getdi. Təbii ki, Heydər Əliyevin ümumilli mənafe naminə gördüyü işlər sadalanmaqla qurtaran deyil. Kitablara sığmaz, filmlərə yerləşməz. Amma ulu öndər ölümü ilə də vətən sevgisi, yurt duyğusu, birlik təşnəsi nümunəsini göstərdi. Ötən 11 il ərzində ulu öndərin yadigar qoyduğu siyasi mədəni irs, idarəçilik metodologiyası, vətəndaşlıq fəlsəfəsi öyrənilməkdə, əks edilməkdə və ən qiymətli, dəyərli mənbə kimi istifadə olunmaqdadır. Ölkəmizin bütün bölgələrində olduğu kimi, Sumqayıt şəhərində də ulu öndərin əziz xatirəsinə həsr edilmiş alım tədbirləri keçirildi. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Eldar Əzizov, idarə müəssisə nümayəndələr və şəhər sakinləri ümumilli lider Heydər Əliyevin abidəsini ziyarət etdilər. Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev ulu öndərin abidəsinin önünə gül dəstəsi qoydular. Sonra Azərbaycan dövlət himni səsləndi. Daha sonra Sumqayıt şəhərində fəaliyyət göstərən bütün idarə müəssisə nümayəndələrinin əməkdaşları və şəhər sakinləri ulu öndərin abidəsi önünə gül dəstələri düzdülər. Nə qədər Azərbaycan, nə qədər bu millət var, Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək, Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək. Sən bu çətin zamanda gücümüz, qüvvətimiz, sən bizim bu dünyada ən böyük sərvətimiz. Millətin imzası var imzaların içində, sənə halaldır halal ülvü məhəbbətimiz. Sən bu çətin zamanda gücümüz, qüvvətimiz, sən bizim bu dünyada ən böyük sərvətimiz. Millətin imzası var imzaların içində, sənə halaldır halal ülvü məhəbbətimiz. Sən elə bizimsən, küləklərin Qeyd edək ki, 12 dekabrda bütün dünya Azərbaycanlıları ümumilli liderimiz Heydər Əliyevin əziz xatirəsini yad edir. O indi aramızda olmasa da, gözəl, əzəmətli, iqtisadi inkişafın ən uca zirvəsini fəth etmiş Azərbaycanımız onun ideya və əməlləri ilə intişar tapıb. Gərək nəbzin vətənin nəbzi ilə vursun, deyirdi ümumilli lider. Ulu öndərin bu müdrik, hər kəsə fəaliyyət qırıltısı ola biləcək kəlamı, dövlətimizin çağdaş sosial-iqtisadi, beynəlxalq siyasi durumunda özünün təntənə məqamını yaşayır. Akşin Nemətli, Elbrus İsmailov, Dünya TV.